Ona göre sinə vururuq ki, biz ayılaq, cəmaatı ayıldaq. Düşmən bunu anlayır. Düşmən bunu başa düşür. Təəssüflər olsun, bəzi dostlar başa düşmür. Niyə deyir sinə vurursan? Sən niyə ağlayırsan? Sən özünə niyə ziyan yetirirsən? Sən məni fikirləşən olubsan? Sən uşaqları fikirləşən olubsan? Sənə qalsa elə insanların başından da axırına qədər vurarsan. Sən mənə sinə vuranmağından narahat deyilsən. Sən bilirsən, o sinələrə vurulan əl bugün təpivə dəyəcək. Bunu anlayırsan. Sən də başa düşür. Bu sinəyə vurmuruq. Biz göz yaşı tökmürük. Biz əslində o göz yaşımı tökməklə düşmən üçün bir fırtına hazırlayırıq. Onu anlayır o. Bilir o göz yaşlar bir gün selə də çevriləcək və zülm evini dağıdacaq. O sinələr onların təpələrindən vurulacaq. Onu anlayın, bunu başa düşkünlər. Kərbala məktəbdir. Kərbala hadisə deyil. Söz gəlişi olaraq deyir hadisə. Bir cərə